Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirilən geniş miqyaslı abadlıq quruculuq siyasətinə uyğun olaraq, Masallı rayonunda da yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Rayonda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə bir sıra küçələrdə təmir bərpa işləri aparılıb. Heydər Əliyev, Səməd Vurğun və Səfəralı Məmmədov küçələrinə yeni asfalt örtüyü vurulub. İşlər gecə saatlarında da davam etdirilərək qısa müddətdə yekunlaşdırılıb. Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görülən işlərlə bağlı mütəmadi olaraq əraziyə baxış keçirir, görülən işlərin prosesinin gedişi ilə maraqlanır. Masallı rayonunda aparılan quruculuq işləri vətəndaşların gündəlik rahatlığının təmin olunmasına, şəhərin simasının yenilənməsinə və Masallının daha da abadlaşmasına xidmət edir. Qeyd edək ki, Masallıda küçələrin təmiri və yol infrastrukturunun yenilənməsi mütəmadi xarakter daşıyır və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.